Hamıya salamlar. O gün bir hekayət eşitdim. Deməli, Rusça bir videoya baxırdım. Gənc qadın idi. Rusiyadan çıxıb gedib xaricdə yaşayır. Əvvəl hüquqşünas olub, sonra tarixçi və insanların belə deyək, genetik ağac deyirlər də. İnsanların nəsil ağacını öyrənir daha çox. İnsanlar ona görə ona müraciət edir. Və həmin qadın müsahibə verəndə maraqlı bir söhbət etdi, söz dedi və o çox xoşuma gəldi. İstədim ki, onu sizinlə də bölüşüm. Maraqlı bir şey işləndə onu həm ətrafdakılarla bölüşürəm, hətta övladlarımla da və eləcənə də belə oturub bölüşməyi də müəyyən dövrdən sonra əvvəl məktəbdə şagirdlərlə bölüşərdim, məktəbdə digər insanlarla. İndi isə belə bölüşürəm ki, bəlkə kiməsə də maraqlı gələr. Demək, həmin qadın xaricə gedəndən sonra insanlar axı başqa ölkənin psixologiyasına, başqa yerə gedəndə mütləq elə bir psixoloji dəyişiklik olur. O da bir psixoloqa yoxsa psixoterapevtə müraciət edib kömək üçün. Çünki xəstə cəmiyyətlər ümumiyyətlə tabularla, belə deyək, çox insan şəxsiyyətini əzən, müstəqil fikri olmayan, duruş verməyən bir cəmiyyətin insanı başqa yerə gedəndə çox çətinliklərlə üzləşir və mütləq elə bu cəmiyyətin özündə də psixoloqa, psixoterapevtə ehtiyac yaranır. Amma çox insanımız bax bu hadisə, bu sözdə, yəni həmin qadına ki, psixoloq bu sözləri deyib, bu sözün birinci variantındakı kimi hərəkət edir və həmin məsələ görə, yəni o psixoloq deyir ki, iki cür müalicə var və bunu belə bir üsulla izah edir. Birinci müalicədə də deyir, tutaq, sizin ayağınız sınıb və o ayaq əyri bitibdir və sizə kimsə psixoloq, psixoterapevt həmin əyri ayaqla yaşamağı, gəzməyi öyrədir. İkinci növ müalicədə isə ayağı tutub təzən sındırırlar, onu düzgün birləşdirirlər və ondan sonra düz, doğru yeriməyi öyrədirlər. Və ikinci proses çox ağrılıdır, uzun çəkir. Çünki təsəvvür edin ki, ayağınızı təzədən sındırıb və təzədən onun doğru bitməsini gözləmək nə qədər bir çətin prosesdir. Və bizim insanımız da bax bu cür ikinci yoldakı ağrılara, sancılara dözə bilmir. Ona görə birinci yoldakı kimi deyir ki, hələlik alababat üstünü örtərək bitəhər, yəni bir babat yola verim, babat nələrisə düzəldim, sonrası yaxşı olar. Yəni öz-özünə gələr, amma gəlmir. Çünki babat deyirsinizsə, elə həmişə də babat olacaqsınız. Amma ikinci yolu seçənlər, bəli, o ağrılardan, o sancılardan, o çətinliklərdən keçir, amma sonra düz yeriyir, daha uzağa gedə bilir və daha çox şeylər edir. Ona görə də bax bu birinci variantı seçən insanla ikinci variantı seçən insanın da görsən ki, həyatda ünsiyyəti alınmır. Çünki biri dayazda, mən həmişə uşaqlara dediyim bir məsəl var. Mən sizə bilginin dərinini vermək istəyirəm və sizi dənizin ortasına çağırıram. Siz isə dayazlıqda, dənizin kənarında deyirsiniz ki, biz elə burada şap-şap eləsək, bizə bu bəsdir. Və şap-şap eləyən də həmişə şap-şap eləyə qalar və dərində üzməyi sevənlərlə dayazda üzməyi sevənlərin də yol getməsi çox çətin olur. Ona görə də həyatda gerçək, dərin şeyləri yaşamaq və dənəmək üçün də ona uyğun müalicə seçmək, ona uyğun hərəkət etmək və ona uyğun bilgi və bacarıqlar əldə etmək lazımdır. Bu da əlbəttə böyük əmək və iradə tələb edir və bu yolda gedən insanlara eşq olsun deyirəm. Çünki o insanlar digərlərinə yol açır. Və o gənc qadının dediyi bu hekayətdə təsəvvür edin ki, o qədər xoşuma gəldi ki, yəni ona da öz psixoloqu deyib və o qadın deyir ki, o sözləri mən də hər yerdə təkrar edirəm. Mən də izah eləmək üçün bax bu hadisədən istifadə edim ki, nəyə görə insanlara deyəndə ki, sizə niyə alınmır, bir də bu məsəllə izah edim. Yəni əyri ayaqla babat yürüməyi istəyirsinizsə həyatınızda
babat olacaq və əyri ayaq bir gün yorulub dayanacaq, bir gün sizi çalaya salacaq, bir gün dərəyə düşəcəksiniz, çıxa bilməyəcəksiniz. Amma düz ayaq bu başlanğıcda çox zülümlüdür, əzablıdır, amma bu həyatın sonuna qədər sizə rahatlıq gətirəcəkdir. Əlbəttə, həyat pəmbə bulutlar deyil. Zaman-zaman çətinliklər də olacaq, zaman-zaman zorluqlar da olacaq. Bir var, əyri psixologiya ilə onu aşasan, aşa bilməyib yenə xəstə dövrədə qalırsan. Bir də var, sağlam psixologiya ilə aşasan və aşdığın mərhələdə yeni şeylər və yeni uğurlar sizi gözləyə bilər.